Salam dostlar, bugünkü nağılımızın adı gözlənilməz dayadır. Müəllifi Fatimə Alxazdır. Keçi balaları üçün qeyd adi gün idi. Çünki bağça təmirə bağlanıb. İşə getməli ana balaları üçün dayə çağırır. Amma bu dayə adi dayə deyil. Çox gülməli, mehriban və biraz da şübhəli idi. Balalar qorxub polisə zəng vurdular. Alo, bəli, polisdir. Polisə bizim ünvana gəl. Quzuzadə küçəsi 12B. Mələnməmiş quzular məhəllə. Balaca Qaşqa planketində anasına mesaj yazır. Ana, tez gəl. Deyəsən canavar bizi yemək istəyir. Digər nağıldan bu canavar yaxşı canavar idi. Onları qovmuşdu. Dostlar, bu kitab bizə qayğı göstərməyi, etibar etməyi öyrədir. Sağ olun dostlar, gələn görüşlərə dək.